Salam, hər vaxtınız xeyir olsun. Bu Jona futbol təxminlərimi qeyd edəcəm. Birinci oyunumuz Parma ilə Lazio oynayır. Toplam qollar 2-100. İkinci seçim kimi geniş kuponlarda qol seçimində dəyərləndirmək olar. Hoffenheim Hamburg oyununda SK 1500. Eintracht Augsburg. SK ikinci isə 0500 əsas seçim. İkinci seçim kimi də Eintracht qələbə. Bayer Leverkusen Köln 1x456. 1.40'dan yukarı emsal var bu seçimin ağzınıza batarsa. Metis PSG oyununda. PSG'nin qələbəsi 1.500'lə. Anderlecht Centurion 1x1500. Anderlecht'in qələbə neticəsi və toplam qollar 1.500. Kirk Brügge Mechelen. Kün zərbələri 9.5 üst. İkinci seçim kimi də qol seçimi dəyərləndirmək olar. PSV Herakles. Hər iki komanda qol vurar, bəli. Telstar Nijmegen. Nijmegen qələbə neticəsi və toplam qollar 1.500. Groningen Volendam. Qonaq komanda 0.500. Zürich Winterthur SK 1.500. Rennes Brest gol. Mönchengladbach Wolfsburg. Kün zərbələr toplam 9.500. Liverpool Brighton. Liverpool'un qələbə neticəsi və toplam qollar 1.500. İkinci seçim kimi də qonaq komanda kün zərbələr 3-5 üst seçimində dəyərləndirmək olar. Burnley Fulham. Burnley'nin qələbə neticəsi. Barcelona Osasuna. Barcelona'nın qələbə neticəsi və toplam qollar 4.56. 1.55 əmsal var bu seçimin. Bielefeld Kaiserslautern. Hər iki komanda qol vurar, bəli. Rio Ave Vitoria. Kün zərbələr toplam 10.56. Sporting AVS. SK hər iki hissədə qalib gələr, bəli. Uğurlar, bol şanslar, diqqət seçimdə edin ki, kuponlarımız uğurlu olsun. Bir də oyunlara nəzər yetirərkən 1.17-1.20 əmsallar deyildi. Ona uyğun qiymətləndirin. Videoları bəyənib kayd eləməyi unutmayın.